Çox adam məndən soruşur ki, yüksək balı necə topladın, harda hazırlaşdın, necə oxuyurdun? Gəlin sizə bunlardan danışım. Salam, mən Gülay. 9-cu sinif buraxılış imtahanından 275 bal topladım. Bu balı topladığıma görə başda valideynlərimə, sonra da isə müəllimlərimə və özümə təşəkkür edirəm. Artıq 2 ildir ki, 8-ci sinifdən Bani seminariyasında hazırlaşıram. Burada xoşuma gələn məsələlərdən biri odur ki, müəllimlər sadəcə dərs keçib getmirlər. Hər birimizlə ayrıca maraqlanırlar. Hər şagirdə xüsusi diqqət edirlər. Nəyi başa düşüb düşmədiyimizi izləyir, əlavə dərslər salaraq həmin boşluqları arada qaldırırlar. Bir müddətdən sonra özündə fərq hiss edirsən. Həm dərslərdə, həm nəticələrdə, həm də özünə inamında. Sınaq imtahan nəticələrimiz hər ay analiz edilir. Müəllimlərimiz, tutorlarımız bizimlə nəticələrimiz haqqında söhbət edir. Nəticələrimiz nə qədər yüksək olsa da, daha yaxşısı üçün bizə motivasiya verirlər və bunu tələb edirlər. İmtahan nəticələrinə görə şagirdlər güclü, orta və zəif qruplarına bölünür. Hər sinifdə öz potensialına uyğun rəqabət mühiti yaradılır və hər sinifə uyğun dərs proqramı təşkil edilir. Bunlar və bu kimi tərəflərlə Bani seminariyası mənim yüksək bal toplamamda əsas rol oynadı. Və mən əminəm ki, burada hazırlıqlarımı davam etdirərək 11 sinifdə də yüksək nəticə əldə edəcəm. Əgər sən də bu il daha ciddi hazırlaşmaq istəyirsənsə, Baniyə qoşul. Əmin ola bilərsən ki, bura tam sənlikdir.